18 may 2025-ci ildə 6-cı siniflərin monitorinq imtahanına düşən riyaziyyat suallarının izahına baxaq. D variantı. Deməli, birinci sual, mən izahlarını verəcəm burada. Birinci sualda, 51-ci sualda verilib ki, x bərabərdir 4, y bərabər -3 olduqda. Deməli, biz x-ların yerinə 4, y-lərin yerinə -3 yazarıq. Onda a bərabərdir 2 vurulsun, x-in yerinə 4 yazarıq. X-in yerinə 4 yazarıq. Üzərinə gəl y-in yerinə -3 yazarıq. Bu olar 2 4-ün 8 çıxılsın 3 bərabərdir 5. B bərabərdir 3x minus y. X-in qiyməti 4-dür. Çıxılsın y-in qiyməti -3-dür. 3 4-ün 12. Burada 2 mənfi yanaşı gələndə müsbət olur. Bu da olur 15. C bərabərdir x y. Yəni 4-ü vururuq -3-ə. Bu da -12 verir. Bunların içində görürük ki, ən böyük B-dir, ən kiçik C-dir. Yəni C kiçikdir A, kiçikdir B şərtimiz ödəniləcək. 52-ci sualda şəkildəki yarım çevrə eni 5 cm olan düz bucaqlının tərəflərinə toxunur. Buna görə yarım çevrənin diametrini tap. Düz bucaqlının bütün bucaqları düz bucaqdır, bunu bilirik. Bu çevrənin mərkəzi olarsa bu O nöqtəsi. Buradan bura çəkilən, bax bu radiusda elə 5 olar. Bu da çevrənin radiusudur. Çünki düzbucağının qarşı tərəfləri bərabərdir deyə burada 5 olur. Eyni ilə radiusların hamısı 5-dir. Onda diametr 2 dənə 5 olacaq. Yəni 10 cm B variantı. 53-cü sualda düzbucaqlı formasındakı bağçanın eni 18, uzunluğu isə 24 metrdir. Bu bağçanın ətrafına bərabər aralıqda ən az neçə ağac əkilə bilər. Deməli 24 və 18 bunun tərəfləridir. Künd nöqtələrə ağaclar əkilməlidir. Əvvəla biz bilməliyik ki, burada ən az ağac sayı soruşursa, deməli ara məsafələr ən çox olmalıdır. Onda burada biz əbob taparıq. Bu əbob 18, 24 olar 6. Yəni hər ağac arasındakı məsafə burada 6 olacaq. Yəni 24-ü 6-ya böləndə 4 ara məsafə var burada. 4 ara məsafə, yəni 6, 6, 6, 6. Burada isə 3 ara məsafə olacaq. 6, 6, 6. Eyni ilə burada da, indi mən burada şəkili biraz səliqəsiz çəkə bilərəm, amma bunlar da ağaclar. Ümumi ağacların sayını soruşur, onda deməli, burada neçə oldu? 4, burada 3, 7, burada 4. Deməli, 7, 1, 2, 3, 4, 5 dənə burada, 8, 8 ödür, 12, 12 o da 2, 14 dənə ümumi ağac olacaq. 54-cü sualda Zeynəb kitab oxumağa başladı. O birinci gün kitabın 40 səhifəsini, ikinci gündən başlayaraq növbəti günlər isə hər gün 14 səhifə oxudu. Deməli, birinci gün bu oxuyub 40 səhifə, ikinci gündən başlayaraq isə hər gün 14 səhifə oxudu. İkinci gün 14 səhifə, üçüncü gün 14 səhifə. Bu şəkildə 14-14 oxuya getdi. Və ümumilikdə deyir, x gün sonra, ümumilikdə x gün. Biz bilirik ki, birinci gün bu 40 səhifə oxuyub, yəni x gündən bir günü çıxdı. Yerdə qalır x minus 1 gün. O x minus 1 günün də hər günün 14 səhifə oxuduğu üçün 40 üstə gəl 14 vurulsun x minus 1 şəklində olacaq. Oxuduğu səhifələrin sayı var bu şəkildə. 40 üstə gəl 14 vurulsun x minus 1. Yəni birinci gün 40 səhifə oxuyub, ikinci gündən başlayaraq artıq ümumi x gün olduğu üçün birinci günü çıxanda yerdə qalır x minus 1 gün. X minus 1-i vururuq 14-ə. Növbəti 55-ci sual. İki velosipedçi ayrı-ayrı şəkildə təsvir olunan dairəvi yolda hərəkət edirlər. Bu iki dairənin mərkəzləri arasındakı məsafə 75 metrdir. 75 metr məsələnin şərtində yaz, amma şəklin üzərində kilometr göstərib. Burada diqqətli olaq. 75 metr. Əslində şəkildə səhvlik var. 75 metrdir o. 75 kilometr yazıb şəklin üzərində. Birinci yolun radiusu 30 metrdir. Yəni bura 30, ümumi yol böyük çevrədən söhbət gedir. İkinci yolun radiusu 20 metrdir. Onda biz nə edərik? 30 ilə 20 metrəni toplayarıq. Onlar burada 50 metr. Ümumi məsafə 75 olduğu üçün 75-dən 50-ni çıxanda qalar 25 metr. Yəni bunların bu məsafə ki var, bu məsafə bizdə olacaq 25 metr. 25 metr. Variantlara baxaq. Deyir, hansı doğrudur? İki velosipedçi bir-birinə ən azı 20 metr məsafəyə qədər yaxınlaşa bilər. Xeyr, ən azı 25 metr məsafəyə yaxınlaşa bilər. Bu yanlışdır. İki velosipedçi arasındakı məsafə 140 metr ola bilər. Məsafə xeyr. İki velosipedçi arasındakı məsafə 10 metr ola bilər. Xeyr, ən azı 25 metr gördüyü ola bilər. İki velosipedçi bir-birindən ən çox 125 metr uzaqlaşa bilər. İndi burada nə var? Ən çox bu birinci yoldakı
velosipedçi ən çox gəlib burada dayansa, məsələn bu nöqtədə, buradan buraya qədər olacaq ümumi uzunluq 30. İkinci velosipedçi də ən uzaq gəlib burada dayansa, burada olacaq 20. Onda bu, belə yazaq, A nöqtəsi ilə B nöqtəsi arasındakı ümumi məsafə olacaq 30, üstə 30, 60, o da 20. O da 40, 100, o da 25, 125 metr. Deməli, ən çox bunlar arasındakı məsafə 125 metr ola bilər. D variantı doğru cavab olacaq. Kvadrat formalı zərfin bir üzünün sahəsi 100-dür. Bax, bu zərf. Bu məlum ki, kvadrat formalıdırsa, kvadratın sahəsi A kvadratla tapılır. Deməli, kvadratın tərəfi 10 imiş, 10 cm. Bu zərfə yerləşən diskin sahəsi ən çox neçə kvadrat santimetr olar? Bu, bilirik ki, disk çevrə şəklindədir, yəni tərəflərə toxunur. Və həmin çevrənin radiusu tərəfin yarısı olacaq. Onun yarısı 5 cm olacaq. Həmin diskin sahəsini soruşur. Dairə şəklindədir disk. Bu da onun radiusu. Dairənin sahəsi tapılırdı pi r kvadratla. Bizə pi-ni 3 verib məsələnin sonunda şərtdə. Radius da 5 olduğu üçün 5-in kvadratı 25. 3-ə vursaq 75. B variantı. 57-ci sual. Gülzar xanım 5 nəfərlik ailəsinin bir həftəlik meyvə ehtiyatı üçün bazarda müxtəlif meyvələr aldı. Onun aldığı meyvələrin miqdarları və qiymətləri haqqında məlumat verilib. Demək, biz görürük ki, 1 kiloqramı 1 manat 20 qəpiyə olan 3 kiloqram alma alınıb. Onda 3-ü vurarıq 1.20-yə. Bu da olar 3 manat 60 qəpik. Növbəti, mandarin hər kiloqramı 1 manat 50 qəpik olduğu üçün ümumi 3 manat pul veriləcək. 2 kiloqram portağal hər kiloqram 1 manat 60 qəpik olduğu üçün 2-ni 1 manat 60 qəpiyə vuranda 3 manat 20 qəpik olacaq. 1 kiloqram armudun qiyməti elə 1 manat 80 qəpik olacaq. 1 kiloqram kivi isə elə 2 manat 90 qəpik olacaq. Bunların hamısını toplasaq, deməli, burada olacaq axırı 0, 6 8, 8, 16, 16 üstə 9, bir dəqiqə. 6 üstə 2, 8, 8 üstə 8, 16, 16 üstə 9, 25, 5, 2 yadda. 6 üstə 3, 9, 9 üstə 12, 12 o da ki 14. 14 manat 50 qəpik ümumi məbləğ elədi. İndi ki, adam başına düşən bir həftəlik meyvə ehtiyacının xərci orta hesabla neçə manatdır? Adam başına düşən bir həftəlik, deməli, 5 nəfərlik ailə olduğu üçün 14 manat 50 qəpik bölərik 5 nəfərə, olar 2 manat 90 qəpik. D variantı. 58-ci sualda sadə bir tənliyidir. Bu tənliyi həll etmək üçün mötərizəni açmaq da olar. Bu şəkildə saxlaya bilərik. 14-dən 7 çıxarıq birinci. 2 vurulsun x minus 5 bərabər. 14-dən 7 çıxanda 7. Mötərizəni bir də deyirəm. Burada açmaq olar. Ancaq biz saxlayaq. X minus 5 bərabər 7-ni bölərik 2-yə. Çünki 2 ilə mötərizə arasında vurma var. Bu da bizə verər 7-ni 2-yə böləndə 3,5. Məhsul azalanı tapmaq üçün 3,5-in üzərinə 5-i gələrik. Cavab 8,5. 59-cu sualda nə verib bizə? 59-cu sualda müəllim lövhədə 2 düzbucaqlı çəkdi. 2 düzbucaqlı çəkdi. Sənan bölgüləri düyümlə verilən xəttkeşi istifadə etməklə bir düzbucaqlının enini 20 düyüm. 20 düyüm. D yazıram. Oversi isə 30, uzunluğu isə 30 düyüm ölçüdür. Nərmin isə bölgüləri santimetrlə verilən xəttkeşi istifadə etməklə düzbucaqlının enini burada 20 santimetrdir. Uzunluğu isə 30 santimetrdir. Deyir, hansı təkliflər doğrudur? Bir düyümün 2,54 santimetr olduğunu deyib, onda biz burada 30-u 2,54-ə vurarıq. Həmçinin də 20-ni 2,54-ə vurarıq santimetrə çevirmək üçün, eyni vahid olsun deyə. Bu düzbucaqlının sahəsi 20-ni 30-a vursaq 600 santimetrin kvadratı eləyəcək. Nərminin tərəflərini ölçdüyü düzbucaqlının sahəsi daha böyükdür. Yəni bundan söhbət gedir. Amma biz burada 600 düyümü olacaq, düyüm kvadrat belə deyək. Onu da ki, hər düyümün 2,54 hesablasaq, əslində burada Sənanın tərəflərinin ölçdüyü düzbucaqlının sahəsi daha böyük olacaq. Çünki bu hələ 20 santimetrin 30 santimetrədir, vuranda 600 eləyir. Amma burada biz 30 düyümü 20 düymə vurub və santimetrə çevirsək, bu daha böyük olacaq. Yəni doğru cavab C variantıdır burada. Sonra 60-cı sualda nə görürük? Samir bir həftə ərzində günlər üzrə yeridiyi məsafələr təsvir olunub. Bazar ertəsi görürük ki, 7 kilometr yeriyib. Çərşənbə axşamı, bax buradadır, 6 kilometr. Çərşənbə 9 kilometr. Cümə axşamı görürük ki, 5 kilometrdir. Cümə 8 kilometrdir. Şənbə 9 kilometrdir.
və bazar günü isə 8 kilometrdir. Biz bilirik ki, bu məlumatları əvvəlcə artan sırayla düzməliyik. Gələcək 6, 7, daha doğrusu 5, 6, 7, 8, 8. Biz nəyəsə səhv elədik burada? 3 dənə 8 var idi burada. 3 dənə 8 demək 7, 6, burada 8 idi. 8'dir bu. Növbəti 8, yenə də 8 və 9. Bu cür məlumatlar bizə verilib. Moda bilirik ki, sıradan çox təkrarlanan ədəddir. Moda burada 8'dir. Median sırada tən ortada duran ədəddir. Median da burada görürük ki 8'ə bərabərdir. Ədədi orta anlayışı nə idi? Toplayıb ədədləri sayına bölürük. Ədədi ortanı tapmaq üçün bunların hamısını toplayırıq. 5 üstə 6, 11, 11 üstə 7, 18, 18 üstə 8, 26, 26, 8, 34, 42, 51. 51'i bölürük. Burada bizdə 7 məlumat var. 7'yə bölsək, bu 7 tam neçə olacaq? 7 tam 7'də 2. Yəni burada görürük ki, söhbət variantlarda ədədi orta moda mediandan gedir. Bizdə moda və medianın qiymətləri bərabərdir, amma ədədi orta fərqlidir. Yəni moda mediana bərabərdir. 60'da A variantı. 61-ci sualda bir məktəbin şahmat komandasının 5 üzvünün yarışda topladığı ballar göstərilib, orta balı bizdən soruşur. Leylanın topladığı bal görürük ki, burada 5'dir. Əlinin topladığı balı 7'dir. Sonra Sevincin topladığı bal buradan görünür 4'dür. Fərhadın topladığı bal 8'dir. Üzərinə gəl. Aysunun topladığı bal isə 6'dır. Bunları toplayıb orta bal soruşur bizdən. Bölərik 5 yerə. Bərabərdir. 5 üstə 7, 12. 12 üstə 4, 16. 16 üstə 8, 24. 30 olur. 30'u bölürük 5'ə. Doğru cavabımız 6. Doğru cavabımız 6. Yəni D variantı. 62-ci sual. Orxan həftədə 4 gün idman zalına gedir və hər dəfə 1 saat məşq edir. Deməli, bir həftədə 4 dəfə məşqə gedir bu adam. 3 həftə söhbəti var burada. Onda 3 həftə ərzində 3'ü 4'ə vurarıq. Olar 12 dəfə məşq. Və hər dəfə də 1 saat məşğul olduğu üçün 12'ni də vurarıq 1 saata. Deməli, ümumilikdə bu 12 saat məşğul olurmuş. C variantı. 63-cü sualda bizə deyir ki, x kilometr yol gedir Nihat. Ən azı 3 kilometr, yəni 3 kilometr ən azı nədir? X 3'dən böyükdür və bərabər ola bilər. Ən az yəni onu alır, o qiyməti alır. Ən çox isə 12 kilometr yol qət etməlidir. Yəni 12'dən kiçik bərabərdir. Cavab A variantındadır. Məktəbdəki riyaziyyat dərnəyində Venn diaqramı ilə bunu işləyərik. Bu Venn diaqramımız olsun. R ilə riyaziyyata girənlər, F ilə fizikaya girənləri işarə eləyək. Riyaziyyat dərnəyində 25 şagird, fizika dərnəyində 18 şagird var. 10 nəfər burada deyir ki, həm riyaziyyat, həm də fizika dərnəyinə gedir. Yəni kəsişmədən söhbət gedir. Bura yazırıq 10. 25 şagird riyaziyyata gedirsə, onda biz 25'dən 10 çıxarıq. Yerdə yalnız riyaziyyata gedənlər qalar. 15. Fizikaya gedənlər 18 olduğu üçün 18'dən biz 10'u çıxarıq. Yerdə 8 nəfər qalar yalnız fizikaya gedən. Sualın şərtində deyir ki, yalnız riyaziyyat və yalnız fizika dərnəyində iştirak edən şagirdlərin ümumi sayı, yəni 15 üstəgəl 8 bərabərdir 23. Bax, söhbət bu sayılardan gedirdi. Cavab 23 D variantı. 65-ci sualda düz mütənasib asıllıq deyir, var. Düz mütənasib asıllıq biz bilirik ki, y bərabərdir kx şəklində verilməli idi. Buradakı k mütənasiblik əmsalı k bərabər y bölü x kimi tapılırdı. Yəni y-lərin x-lara nisbəti sabit qalmalıydı. Birinci cədvəldə misalsına baxsaq, 1'i 1'ə böləndə 1 eləyir. Amma 3'ü 2'yə böləndə 1,5 olur. Yəni burada şərt artıq pozulur. Y-ləri x-lara bölüb eyni cavab almalıyıq. Misalsın ikinci sütunda cədvəldə 4'ü 1'ə böləndə 4 olur, amma 7'ni 2'yə böləndə 3,5 olur. Qayda pozuldu. Amma üçüncü cədvələ baxsaq 7'ni 1'ə böləndə 7, 14'ü 2'yə böləndə 7, 21'i 3'ə böləndə 7, 28'i 4'ə böləndə 7. Yalnız bu C cədvəlində deməli düz mütənasiblik var imiş. Doğru cavab da elə C variantıdır. Burada diqqətli olaq. Variant C ayrıdır, amma C bəndi ayrıdır. Yəni C üstunu cədvəli. 66-cı sualda silindrin rənglənməsi lazımdır. Amma burada nə deyir? Deyir, yan səthi bir də üst oturacağı olmaqla yalnız çöl hissədən boyanacaqdır. Deməli, burada biz nə etməliyik? Birinci, biz bilməliyik ki, bu silindrin yan səthi necə tapılır? Yan səthin, əslində 6-cı sinifdə bunun açılışı verilib, 2 PRH ilə tapılır.
Bir də deyirəm, mən bunu düstur kimi verirəm. Amma 6-cı sinifdə bu silindrin açılışı biz bilirik ki, bir düz bucaqlı və 2 dairədən ibarətdir. Bu silindrin radiusun 1 verib bizə, hündürlüyün 2 verib, p'nin də qiymətin 3 verib. Yəni bu olur 12 metr kvadrat. Bir də bunun üst oturacağı var. Oturacaq. Silindrin oturacağının sahəsi pi r kvadratla tapılırdı. Çünki dairədir. Pi r kvadrat. Pi bizdə 3'dür. Radius da 1 olduğu üçün 3'ü vururuq 1'ə olur 3 metr kvadrat. Və 1 oturacaq deyir rənglənirdə, üst oturacaq. Ona görə də 12 ilə 3'ü toplayırıq. Bu olur 15 metr kvadrat sahə rənglənməlidir. İndi məsələdə nə deyir bizə? Bir qutu ilə boyanın bir qutusu ilə bir qutu 4 kvadrat metr sahə boyamaq mümkündür. İndi biz isə sahəni tapdıq ki 12 metr kvadratla bəs nə qədər sahə boyanar? 15'i bölərik 4'ə. Bu da olar 3 tam, belə deyək də 3 tam, 3 dənə tam yerləşir, sadəcə orada qalıq qalır. 3 tam 4'də 3 kimi yaza bilərik bunu. 3 tam 4'də 3 kimi, 3 tam %75 və yaxud da ki. Məsələnin şərtində deyir, qutular yarımçıq satılmır. 3 dənə qutu, sonra biraz ayrı bir hissədə, 4'də 3 hissədə qutu ala bilməyəcəyik deyə, ən azı burada yəni 4 dənə tam qutu alınmalıdır ki, işimiz tam yerinə yetirilsin. 4 dənə tam qutu. Cəmil dayının çiçəklərini əkdiyi düzbucaqlı formadakı bağçanın eni 15 metr, görürük, uzunluğu 25 metrdir. Bağçanın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Yəni, bunu biraz artırır, fiquru etmək istəyir kvadrat formalı. Bu halda bağçanın sahəsi neçə kvadrat metr artacaq? Onda artıracaqsa, deməli, hər tərəfdən bunun ölçüləri 25 metr olacaq. Onda bizim kvadratımızın sahəsi, kv yazdım, yəni kvadrat. Kvadratın sahəsi kvadratla tapılır, olacaq 625 metr kvadrat. Amma hal-hazırda düzbucaqlı yazıram bura. Düzbucaqlının sahəsi isə 15 vurulsun 25'dir. 15'i vursaq 25'ə, 5 5'in 25, 5 2 yadda 7 375. Oldu 375 metr kvadrat. Bizə deyir ki, nə qədər sahə, yəni əlavə verir. Bu halda bağçanın sahəsi neçə kvadrat metr artacaq? Yəni bu rənglədiyim sahəni bizdən soruşur. Ona görə ümumi 625'dən 375'i çıxarıq. Bu da olar 250. 67'də C variantı. 68'də yenə həmin qrafikə oxşar, cədvələ oxşar bir cədvəl. Düz mütənasiblik deyib burada. Düz mütənasib kəmiyyətlərdə dedik ki, y-i x-a bölsək sabit qiymət almalıyıq. Yəni 36'nı 12'yə böldük, burada 3 elədi. Sonra 7,2'ni 2,4'ə böldük, 3 elədi. Eyni ilə biz 25'i də 3'ə vurub, yəni yuxarını aşağıya vuracaq. X-ların hər birinin 3'ə vuracaq. A-nı taparıq 75. Amma B-ni tapanda 63'ü 3'ə bölərik. Çünki geriyə qaydırıq da. B x-i göstərir, 63'ü y-i göstərir. Biz B-ni 3'ə vursaq, nəticədə 63 alırıq. Deməli, B bizdə neçə imiş? Bura 3'ə böldüm. 3'ə bölməliyəm. B 21 imiş. Və aynı anda B-nin cəmin bizdən soruşur. 75 üstə 20, 96 olacaq doğru cavabımız. 69-cu sualda ifadələrin sadələşdirilməsi mötərizələrin açılmasıdır. Mənfi 3'ü mötərizənin içərisinə vursaq, mənfi 3A. Mənfi 3'ü mənfi 2B-yə vursaq, müsbət 6B. Üzərinə gəl, 4'ü vursaq A-ya olacaq 4A, müsbət 4'dür. 4'ü 5'ə vursaq, müsbət 20B. 20B. Burada A-lara diqqətlə baxsaq, mənfi 3A ilə 4A-nı toplayanda 1A, 6B ilə də 20B-ni toplayanda 26B olur. Doğru cavab B variantı. 70-ci sualda Samirin həftə ərzində ekran qarşısında keçirdiyi vaxt diaqramda təsvir olunub. Samir həftənin neçə günündə ekran qarşısında 1 saatdan, bax şərtdə gör nə deyir? 1 saatdan çox vaxt sərf edir. 1 saatı biz görürük, bax budadır. Yəni 1 saatın xətti, bax budur. 1 saatdan çox vaxt artıq bizdən soruşur ki, bu xəttdən yuxarıda qalan neçə gün var? Bu da görürük. 1 gün, 2 gün, 3 gün, 4 gün. Deməli 4 gün 1 saatdan çox vaxt keçirib ekran qarşısında. 71-ci sualda bilik yarışına iştirak edən 48 şagirddən 12'si yarımfinal mərhələsində vəsilə qazanıb. Deməli, ümumi 48 şagirdimiz var. Bunu tənasüblə yaza bilərik, kəsirlərdə yaza bilərik. 48'ə 100%-dir. 12 nəfər yarımfinal mərhələsinə vəsilə qazanıb 12'yə x%. Bizdən də elə yarımfinalda iştirak edəcəklərin sayını soruşur. 12'ni vururuq 100'ə, bölürük 48'ə. Bu da olur 25%. Doğru cavab 25%
Bu açıq tipli sual idi. 72-ci sualda demək, müsabiqədə təbiət fənni üzrə 28 şagird iştirak edib. Təbiət fənni üzrə. Təbiət burada. Demək, burada təbiət fənni üzrə 28 şagird iştirak edib. Təbiət fənni kənarda burada göstərib bizə boz rənglə olan da səhv etməsəm, buraya mən qarışdırmıramsa. Deməli, 28 şagird təbiət fənni üzrə 14% təşkil edir. 14%. Bizdən riyaziyyat fənni üzrə iştirak edəcək şagirdləri soruşur. Ümumi biz bilirik ki, faizimiz 100%-dir. Biz 100%-dən çıxarıq digər faizlərin cəmin. 28, 14, 33. 28, 14 bizə verir 42, 42, 33, 75. 100-dən 75 çıxanda 25% şagird riyaziyyat müsabiqəsində iştirak edir. Onda biz də yazarıq ki, riyaziyyatda iştirak edəcək şagirdlərin sayını soruşur. 25% riyaziyyata isə x nəfər. Burada da 28-i vurarıq 25-ə, bölərik 100, daha doğrusu 14-ə. Bu da olar 50. Doğru cavabımız 50. Növbəti 73-cü sualda qrafikdə dağın hündürlüyü və gölün dərinliyi təsvir edilib. Gölün ən dərin yeri ilə dağın zirvəsinin arasında neçə metr hündürlük fərqi var? Burada gölün dərinliyi görürük. Burada -300, yəni 300 metr aşağıdadır dəniz səviyyəsindən, belə deyək. Dağın zirvəsi isə 500-dür burada görürük. Yəni ümumilikdə 500 ilə -300 arasında hündürlük fərqi olacaq 800. Yəni 500-dən çıxarıq -300-ü, bu da olar 800 metr. 74-cü sualda verilənlər. Burada qonşu və qarşılıqlı bucaqlardan söhbət gedir. 160 dərəcəli bucaqla Y bucağı qarşılıqlı olduğu üçün onlar bərabərdirlər. X bucağı ilə 160 isə qonşu bucaqlardır. Biz X-i tapmaq üçün həmçində Z ilə 160. Yəni belə yaza bilərik. Z X-a bərabərdir. Və bunların da hər biri 180-dən 160-ı çıxmaqla tapılır 20 dərəcə. Onda bizdən soruşur y-2x. Y-imiz 160-dır. Çıxılsın 2x. X-imiz 20-dir. Çıxılsın Z-nin də qiyməti ilə 20-dir. 160 çıxılsın 40, çıxılsın 20 yaza bilərik. Bu da olacaq 100 dərəcə. Sonra 75-ci sualda BOS bucağı görürük. Bax, bu rənglədiyim BOS bucağı AOB bucağından 2 dəfə kiçikdir. AOB də bax buradır. Bundan 2 dəfə kiçikdir. Mən BOS-yə x desəm, AOB 2x olar. DOS bucağı isə DOS bucağından isə 3 dəfə kiçikdir. Bundan 3 dəfə kiçikdirsə DOS buradır. Burada 3x yaza bilərik. BOS bucağının dərəcə ölçüsünü soruşur. Əslində burada sualda xırda bir yanlışlıq nədir? Sualın şərtinə verilməli idi ki, AOD bucağı açıq bucaqdır. Yəni 180 dərəcəli bucaqdır. Ondan sonra bunu biz işləyə bilərik. Ümumilikdə bunların hamısını toplasaq 2x üstəgəl x üstəgəl 3x bərabərdir 180 dərəcə. 6x bərabərdir 180 dərəcə. X-i tapıram 30 dərəcə. 180-də böldüm 6-ya. Və bizdən də BOS-ni soruşur. BOS də bax buradır şəkildə. Elə x-i tapmışam 30 dərəcə. Doğru cavabımız olacaq. Sağ olun.